Xoşbəxt cütlüklər sosial şəbəkələrdə daha az foto paylaşım edir. Aparılan araşdırma göstərib ki, sosial şəbəkələrdə davamlı olaraq paylaşım edən cütlüklər bunu etməyən cütlüklərdən daha az xoşbəxtdirlər. Kanzas Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 300-dən çox cütlük arasında sorğu keçirilib. İştirakçılara onların münasibətləri və sosial şəbəkələrdəki vərdişləri barədə suallar verilib. Tədqiqatçılar müəyyən edib ki, davamlı olaraq paylaşım edən cütlüklər öz münasibətlərini başqalarının münasibətləri ilə müqayisə etməyə daha çox meyllidir. Onların xoşbəxt anlarını və foto şəkillərini gördükdə özlərini müqayisə edir. Bu isə münasibətdə qısqanclıq və etibarsızlıq hisslərinə səbəb olur. Araşdırma həmçinin daha az paylaşım edən cütlüklərin öz münasibətlərini başqalarının münasibətləri ilə müqayisə etməyə daha az meylli olduqlarını göstərib. Bu da o deməkdir ki, paylaşım etməyən cütlüklər münasibətlərində daha çox xoşbəxt və səmimidirlər.